Sen düşün ki Allah'ın dinindən danışarkən istədiyin kimi danışanda nə olur? Fəsad edirsən, Allah qorusun. Fəsad edirsən. Və üstəlik də Allah qorusun özünü yükləyirsən və qiyamət günü də neçə insanların yükü sənin belinə gələcək, boynuna gələcək. Allah buyurur ki, Subhanahu wa ta'ala liyahmilu awzarahum kamilatan yawmal qiyamah. Deyir ki, onlar qiyamət günü yüklərini tam şəkildə çiyinlərinə alacaqlar. Yəni istərsə savab olsun, istərsə nədir? Günah olsun. Bununla bitmir, subhanallah. Və min awzarillezine yudillunhum bighayri ilm. Və həmçinin o şəxslərin də yüklərini çiyinlərinə alacaqlar ki, nədir? Elimsiz şəkildə o insanları aldadırdılar. Düşünün ki, Allah qorusun, subhanallah. Bir nəfər gəlib qiyamət günü nə qədər üzərində çiynində yüklər var. Və yüzlərlə insan gəlir. Hamı gəlir bir-bir deyir ki, bax sən məni deyir, aldatmışdın deyir. Sən mənə demişdin deyir. Sən məni buna dəvət etmişdin. Allahu akbar. Bu olduqca mühümdür, subhanallah. Və insan düşünməlidir ki, Allah qorusun. Allahın dinindən danışırsa, nə etməlidir? Mütləqdir ki, Allahın dinini öyrənsin.